müstəsdiyyəti. İki insanı daha çox öğrencilerime tanıtırız. Birincisi Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd Əmin Rəsulzadəni ilkin bir doğuda, yani şahsda və Asya'da ilk cumhuriyet yaradılmış. Çünkü Azərbaycan ilk cumhuriyet. Mustafa Kemal Atatürk'ün ise cumhuriyeti yaradıb saklaması ve dış kuvvetlere karşı mücadele, kahramanlık mücadelesidir. Ben böyle diyordum. İdeolojide Məhəmməd Əmin Rəsulzadədən Türk'ün qeyd olarak yazdım. Bütün Türk aleminde Türk Cumhuriyet bayrağını ilk defa sen dalgalandırmışsan ve bayraq inməsin diye mən senin elinden alıp Türkiye üzerinde dalgalandırmışam. İnməz demişsən bu bayraq, inməyəcəkdir fikrinin davamıydı. 1992-ci ildə Azərbaycanın o dövrkü prezidenti Əbülfəz Elçibəy Türkiyəyə səfər edir. Səfər zamanı Prezident Elçibəy Anıtkabirdə Mustafa Kemal Atatürk'ün məzarını ziyarət edərkən xatirə dəftərinə beyinlərdə sual işarəsi yaradacaq və bizi düşündürmək olan bir cümlə yazır. Ey böyük Türk'ün böyük komutanı, səni ziyarət etməklə özüm və millətim adına şərəf duyuram. Sənin əskərin Əbülfəz mükafatı Atatürk Sülh mükafatına layık görülmesi heç də təsadüfi değildi. Ben hayatımda çok mükafatlar almışım. Geçmişte benim gördüğüm işlere göre ben Sovyetler Birliği kimi süper devletin en yüksek mükafatlarını, nişanlarını almışam. Birçok diğer ülkelerin nişanlarını, mükafatlarını almışam. Ancak Türkiye Cumhuriyeti'nin mükafatı ve hususen Türkiye Cumhuriyeti'nin banisi Mustafa Kemal Atatürk adını taşıyan mükafatı almak ve hususen Sülh adını taşıyan mükafatı almak benim için büyük şereftir. Ben hesap ederim ki indiye kadar benim aldığım mükafatların hamısından yüksek, hamısından kıymetli.
Halk Cephesi Umum Milli Lideri ve Azerbaycan Devleti'nin kurucusu rahmetli Ebu'l-Feyz Elçi Bey'i rahmet ve minnetle yad ediyoruz ve tüm şehitlerimize Allah'tan rahmet diliyoruz. Tabii ki kendisinden sonra Haydar Aliyev'i yine rahmet ve minnetle yad ediyoruz ve rahmetle anıyoruz. Hepsinin büyük emekleri var, büyük mücadeleleri var. 130 tane şehit